Müsəlman kommunist ola bilərmi? Azərbaycanda və ümumiyyətlə Azərbaycandan kənarda bu dəqiqənin özündə də İslama ən yaxın ideologiyalardan biri kimi görürəm kommunizmi. Bəli, vaxtı ikən müsəlmanlarla müharibə edirlər bunlar filan, amma hal-hazırki ən zəif vaxtını ki yaşayır kommunizm. Kommunistlər bu gün məsələn Fələstinə dəstək verir, müəyyən məsələlərdə İranla həmfikirdirlər. Düşünürəm ki, onlara qarşı münasibətdə biz mübarizə formamızı ancaq elmi müzakirə müstəvisində aparmalıyıq hal-hazırda. Çünki onların İslama hidayət olması daha çox gözə dəyir. İslamla əsas oxşar yönü budur ki, əzilən təbəqəyə xitab edir. Amma baxın, harda ayrılır? Oradakı İslam gəlir əzilən təbəqədən və yaxud digərlərindən əzilməyən təbəqə tutaq ki, qanuni şəkildə bir sərvət əldə edibsə, İslam buna icazə verir. Amma kommunizm isə buna icazə vermir. Baxın, burada artıq kommunizm o təbəqəni itirdi. Ona görə kommunizm insanları iki yerə bölür. Fəhlə sinifi və digərləri, kommunizmə qarşı olanlar. Düşünmürdü ki, axı fəhlə olmayan nə qədər insanlar var ki, onlar məsəl üçün digər insanların haqqını tapdalayıb sərvət əldə eləməyiblər. Sonra məsələn kommunizm insanı cisimdən ibarət bilir. İslam isə ruh və cisimdən ibarət bilir. Yəni kommunizmin insanın fitrətindəki o inanc ehtiyacını təmin edə biləcək bir konsepsiyası yoxdur. Bu böyük bir dənə əksiyidir kommunizmin. Ona görə kommunist sistemlər dağılır gedir. Baxın o xalqları ki öz tərkibinə qatmışdı. Monqolistanda o pərəst məbədlərini dağıdırdı. Müsəlman ölkələrində məscidləri filan nə oldu? 41-45-ci ildə təzədən icazə verdilər ki, aha qayıdın dinlə. Çünki baxıb görürdük ki, bu toplumun ehtiyacıdır bu. Kommunistlərin o ideoloqlar da bunu təsdiq ediblər ki, inanc fitri bir məsələdir. İnsan fitrətindəki bir şeyi necə inkar eləmək olar? Necə yoxmuş kimi davranmaq olar bundan? Sonra baxın bir dənə maraqlı nüans var ki, normal həyat yaşayan toplumlar ki var, bunlar heç vaxt gedib kommunist olmurlar. Hansı ölkələrdə, hansı xalqlar, hansı toplumlar gedib kommunist olur? Onlar ki, kasıb xalqlardır, düşüncəsi, maddiyyatdan o tərəfə keçməyən toplumlardır da. Çünki kommunizmin onlara nəsə bir vədəsi var, amma o normal həyat yaşayan toplumlara kommunizm heç bir vədə verə bilmir. Amma İslam gəlir onlara vədə verir, cənnət, həm dünyada, həm axirətdə. Yəni onlar o həyat tərzlərini İslamın sayəsində daha da gözəlləşdirə bilir bu dünyada və axirət evlərini abad edə bilirlər. Növbəti bir oxşar cəhəti budur ki, hər ikisində təbəqələşmə yoxdur, yəni o xastalaşma dillərə, sektalar. Məsələn, hər ikisi kadr seçimində ixtisası üstün tutur. Yəni bir insan nə qədər mütəxəssisdir. Bu yaxında yadınızda biz səhifəmizdə bir dənə Şeyx Orxan Məmmədovun videosu var idi, ona irad eləyirdilər. Şeyx Orxan orada deyirdi ki, Peyğəmbər zamanında bir nəfəri məsələn bir işə təyin edirdi. Şu adam özü yaxşı bir adam deyildi. Amma o işdə məsələn mütəxəssis idi. Baxın, sonradan nə baş verir? Bəs fərqliliyi nədir? Bəzi də irad eləmişlər buna, ona görə onu misal gətirdim ki, yəni İslamda da var bu. Ki insanın birinci mütəxəssis olmağına baxılır. Məsələn, Əbazərə niyə görə Peyğəmbər iş tapşırmırdı? Hətta o barədə Peyğəmbərin Əbazərə sözü də var ki, sənə filan iş tapşırsam sən nə edərsən? Yəni bacarmazsan. Əbazər qədər imanlı neçə nəfər var idi o səhabələrin içində? Amma işi kimə tapşırırdı? Eybi yox, Əbazərdən imanda aşağıdır. Amma o işi bacarır. Yəni həm kommunizmdə, həm İslamda iş bacarığı, mütəxəssislik mühümdür. Amma baxın, fərqlilik harada yaranır? İslamda istedad və çalışmağa uyğun insana dəyər verilir. Kommunizmdə isə baxın, bir insan çalışaraq varlana bilməz. İcazə yoxdur. Nə qədər çalışırsan çalış, sən özünə qanuni şəkildə bir şey almaq istəsən, səni gəlib sorğu-sual edir dövlət ki, xeyr ola, sən hansı pulla alırsan? İndi özünüz fikirləşin, yəni çalışanla çalışmayan bir tutula bilərmi? Baxın, bir toplumda bir insan istedadı çoxdur və çox çalışır. Niyə o digərlərindən daha artıq varlanmasın? Bu yəni təbii bir şeydir. Bəli, bizim dinimizdə sədəqə var, zəkat var, xums var, bu şeylər var. Mənim sözüm bura deyil. Ora qədər. Yəni sərvət olmalıdır ki, insan sədəqə versin də, əldə bir şey olmalıdır. İnsan ora qədər, İslamda icazə var ona ki, əlinə müəyyən qədər qazanc gətirə bilsin. Bunun İslamda heç bir eybi yoxdur, amma məsələn kommunizmdə bu şəxsin o ticarətlə məşğul olmağı filan qadağalar var bu şeyə. Buna görə deyirik ki, müsəlman kommunist yox, kommunist müsəlman ola bilər. Çünki təkamül naqisin kamilə doğru hərəkətidir. Kamil dində İslamdır. Ayədə nə deyir? Əkməltu ləkum dinəkum. Sizin üçün dini kamil elədim. Allahın ən kamil dinidir bu, sonuncu dindir.